Bir dənə buna bax qardaşım. YouTube'a bax. Hər iki monitorda yerlərini dəyişir, fikir ver. Bax burada başqa, orada başqa. Deməli bu sərnişin üçündür. Ora. Və bütün proqramlaşma hamısı bu sərnişin üçün. Sadəcə olaraq individual bu sərnişin üçün burada yer alır. Və ümumi bütün sərnişinlər üçün orta konsolda əlbəttə ki YouTube'u dəyişsən. Bir dənə bax, bir dənə sadəcə olaraq klikə fikir verin. Bir dənə tuşa dəyişdin ora YouTube'a fikirləşmir. Yəni 1 qram fikirləşmə zadı yoxdur. 2025 modeldir, 2025 modeldir və sadəcə düz basmadım və keçdi bura görürsüz. 2025 modeldir. Changan CS75 Plus ən последний model. Özü barterdə var yeri gəlmişkən. Bu maşını istənilən bir maşından barter edə bilərsiniz. Yəni istədiyiniz maşını gətirin. Soruşdum ki, Çeşka da gətirsələr olar, problem yoxdur ki, dedilər yox valla. Yəni nə deyiblərsə onu demişəm. İndi bilmirəm, sizi alacaqlar, nə edəcəklər, yəni mənə bunu deyiblər. Dedim ki, Luboy maşını gətirə bilərlər, dedilər hə, problem yoxdur. Kilometrajından, ilindən, markasından, modelindən asılı olmayaraq. Nə maşını istəyirsiniz gətirin. 2025 son model Changan CS75 Plus-la dəyişirlər adamlar. Yəni bu maşını. Və hara zəng eləyəcəksiniz əlbəttə ki. 055 318 78 65. Bax, hal-hazırda aşağıda nömrə qoydum. 055 318 78 65. Sankarsın nömrəsidir. Zəng edirsiniz, gəlirsiniz Sankarsa, Babəkdə yerləşir geri gəlmişkən və onu da deyim ki, bu maşından bir dənədir ya, bir nüsxə. Başqa yerdə yoxdur. Yəni Changanın özündə belə bu maşından yoxdur. Yəni servisində bu maşından yoxdur. Ekskluziv maşındır. Maşında səs sistemi Pioneerdir. Yəni görün hansı dövrə gəlib çatmışıq ki, artıq Çinlilər Pioneerdən çox rahat-rahat maşınlarında istifadə edir. Hələ Alcantara baxın, qapıdan tutmuş abifkalardan düz torpedonun alt hissələrinə kimi örtük konkret olaraq belə deyək, Alcantardır. Orada da görürsünüz də ambient zadı necə lazım, yüksək səviyyədə. Bunun monitoru nəyə desən dəyər. Yəni belə bir şey yoxdur. Həqiqətən də artıq Changan birazdan bütün buranı hamısını monitor eləyəcək. Qabağa baxmaya ehtiyac olmayacaq. Hamısı elektron qaydada necə deyərlər, istifadə olunacaq. Və görürsünüz də burada artıq əski heç nə yoxdur. 2 dənə, 3 dənə düymə var. Yəni sadəcə olaraq qapıda sərnişin tərəfdən bir dənə şüşəni açıb bağlamaq üçün və qapını açmaq üçün və buradan da əlbəttə ki, əsas bütün kontrol mərkəzi bax burdadır. Yəni təbii ki, sol tərəfdə, sürücü tərəfdən. Yəni bundan artıq nə istəyə bilər adam? Maşın çox böyükdür. Fikir verin. Lisyang var. Lisyang boyda demək olar elə avtomobil. Demək olar yox, elə o boyda maşındır. Amma Lisyangın qiymətində deyil. Lisyangdan qat-qat ucuzdur. Hər kəs üçün əl çatandır. Yəni bir sözlə 25.900 manat ilkin ödəniş verib bu avtomobili əldə eləyə bilərsiniz.